İsmayıllı rayonunda 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Qəhrəman Analar adlı tədbir keçirilib. Tədbir Elm və Təhsil İşçiləri Həmkarları İttifaqı, İsmayıllı rayon komitəsinin təşkilatçılığı, rayon təhsil sektoru və Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə əməkdaşlığı ilə baş tutub. Tədbir çərçivəsində təhsil sahəsində çalışan şəhid analar və şəhid ailə üzvləri ilə təhsil işçilərinin görüşü təşkil olunub. Görüşdə İsmayıllı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid anaları, qabaqcıl təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardından Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbir zamanı məktəblərin ifasına şəhidlərə və analara həsr olunmuş şeirlər, kompozisiyalar və musiqi nömrələri təqdim edilib. Sonda təhsil sahəsində çalışan bir qrup şəhid anası və ailə üzvləri Elm və Təhsil İşçiləri Həmkarları İttifaqı İsmayıllı rayon komitəsi tərəfindən mükafatlandırılıb. Bu gün İsmayıllı rayonunda 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir keçirildi. Həmin tədbirdə iştirak elədi. Vitse-prezidentimiz Mehriban xanım başda olmaqla bütün qadınlarımızı, şəhid analarımızı, şəhid xanımlarını bayram münasibəti ilə təbrik edirəm. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, anaları ilə təhsil işçilərinin bugün görüşünü təşkil etmişik. Başda vitse-prezident Mehriban xanım olmaqla bütün Azərbaycan xanımlarını, təhsildə çalışan, işləyən bütün qadınlarımızı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətinə ürəkdən təbrik edirik. Onlara ən böyük nemət olan can sağlığı və həyatda xoşbəxtlik arzulayırıq. Rəvan Məmmədli, Rafiq Həsənov, Elçin Məlikov bu gün informasiya proqramı üçün.